əgər imkan versək ki, Əliyev burada öz məqsədlərinə çatsın, o bir daha çox, bir daha illər boyu insanların emosiyalarından, insanların nifrət hissindən öz hakimiyyəti üçün xeyir əldə edəcək və insanları daha çox istismar edəcək. Siz daha çox əzab içində yaşayacaqsınız, sosial problemlər içində yaşayacaqsınız. Pensiya ala bilməyən insanlar var artıq. Yəni pensiya fondu artıq bir çox insanların pulunu vermir, bloklayıbdır. Pul yoxdur hökumətdə. Hökumət dağılır, başa düşmürsüz bunu. Və neft pulları da hamıya çatmır. Artıq məmurları öz yaxınlarına belə keçiblər ki, onları boşaltsınlar cibinə və indi də əhalini qaza gətirirlər. Qaza gətirirlər və biz bu məsələlərə hazır olmalıyıq. Əliyevin bu separatçı hərəkatları dəstəyinə qarşı durmalıyıq. Çünki biz sabah bunlara qarşı separatçılıq eləsək, sabah özümüzdə problemlər yaranacaq. Həm ərazi iddiaları bizə qarşı olacaq, həm də öz insanımız xoşbəxt yaşaya bilməyəcək. Əliyevin bu rüşvətxor rejiminə daha 10-15 il dözməli olacağıq və buna yol verməmək lazımdır.